Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. El-Kail. Ya eyyuhel Resulü belliğ ma unzile ileyke min Rabbike ve illem tef'al fema bellagte risaleteh. Vallahu ya'simuke minen nas. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. El-Kail. Belliğu anni velev ayeh. Amma ba'd. Rabbi şrah li sadri. ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. Demek kardeşler, geçen dersimizde biz dua hakkında danışmıştık ki dua hakkında gelen azametli bir hadisi götürdük ki Peygamber sallallahu aleyhi ve sellem buyurur: İnned du'a yenfa'u mimma nezel ve mimma lem yenzil. Fe aleykum ibadallah bid dua. Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki hakikaten dua baş vermiş musibetleri ve baş verecek musibetleri aradan kaldırır. Yani onlar için faydalıdır. Öyleyse ey Allah'ın kulları, siz Allah'a dua edin. Ve öğrendik ki hakikaten dua baş verecek musibetleri ve baş vermiş musibetleri ve baş verecek musibetleri aradan kaldırır. Ve biz götürdük, dedik ki kim Allahu Teala'ya dua etmek istiyorsa onun üzerine düşen bir neçe iş vardır. Bunlardan birincisi dedik ki kim Allahu Teala'ya dua etmek istiyor ve duasının kabul olmasını istiyorsa onda Allahu Teala'ya rububiyetiyle dua etsin. Yani Er-Rab adıyla Allahu Teala'ya dua etsin. Çünkü Allahu Teala Kur'an-ı Kerim'de peygamberlerin dilinden bizlere duanın nece olduğunu, duanın nece edilmesini öğretir ve bize vaad edir ki eğer siz bana dua etseniz ben sizin duanızı kabul edeceğim diye vaad edir Allahu Teala. Ve hemçinin dedik ki kim eğer duasının kabul olmasını istiyorsa Allahu Teala rububiyetiyle yani Rab adıyla dua etmesi hususiyle ve umumilikte Allahu Teala'ya en güzel adı ve sıfatleriyle dua etsin. Çünkü Allahu Teala buyurur: "Velillahil esmaul husna fed'uhu biha." Hakikaten Allah'ın güzel adları vardır ve siz Allahu Teala'ya o güzel adlarla dua edin. Buna da misal getirdik ki Peygamber sallallahu aleyhi ve sellem görür ki bir gün bir kişi böyle dua eder Allahu Teala'ya. Allahümme inni es'eluke ya Allah el-ehadus samed ellezî lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad en teğfira li zunubi inneke entel gafurur rahim. Peygamber sallallahu aleyhi ve sellem görür ki kişi böyle dua eder. Diyor ey Allah'ım ben senden istiyorum. Ey Allah'ım, ey tek olan, ey hiçbir şeye muhtaç olmayan, doğmayan, doğulmayan, benim günahlarımı bağışla. Hakikaten sen bağışlayan ve rahmedensen. Peygamber sallallahu aleyhi ve sellem diyor, hakikaten o kişidir. Allahu Teala ile azametli adlarıyla dua etti ki kim Allah'a ile dua ederse Allah onun duasını kabul eder. Sonra biz öğrendik ki kim dua etmek istiyorsa demek duasının kabul olmasını istiyorsa dualar kabul olan vakti Allahu Teala'ya dua etsin. Ve dualar kabul olan vakti da çok misallar çekmek olar. Dualar kabul olmak için vaktlar İnsanın seferde olması, iftar edenin iftar ettiği anda ve hemçin gecenin 1/3'inde, cüme günün ahırıncı saatinde, hemçinin secdede,
Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur secdeye göre. Hakikaten kulun deyir Allah'a en yakın olduğu yer secdedir. Ve siz orada Allah'a dua edin. Allah'a en yakın olan yer kulun secdede olmasıdır. Demek ve hemşinin yağış yağdığı zaman bəli, buna başka misallarda, başka örnekler de vardır. Demek biz bunu öğrendik. Bugün de inşallah yine de dua hakkında olacak dersimiz. Ben mevzuya geçmemişten önce bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Həqiqətən alimler deyir ki Allahu Teala'ya dua eden insanlar Allahu Teala'ya dua eden insanlar 3 sinifti. Allahu Teala'ya dua eden insanlar 3 sinifti. Birinci sinif müşriklerdi. Onlar dara düştükleri zaman Allahu Teala'ya ihlasla dua ederler. Ve onlar rahatçılığında Allah'a şerik koştuklarına göre dara çetinliğe düştükleri anda Allah'a samimi dua ettiklerine göre Allah Teala onların dualarını kabul edemir. Ve onları o dara düştükleri zaman ettikleri duaların faydası yoktu. Allah Teala onlar barisinde buyurur. Ve izâ rakibû fil fulki da'avullâhe muhlisîne lehu'd-dîn. فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَإِذَا هُمْ مُشْرِكُونَ اِذَا هُمْ يُشْرِكُونَ. Diyor o müşrikler ki gemiye mindikleri zaman Allahu Teala'ya ibadeti Allah'a sırf Allah'a haslaştırarak ihlasla dua ederler. Niye? Çünkü gemide oldukları an korku anıdır. Çetinlik anıdır. Sıklık yani sıkıntılı andı. Korku var. Gemide denizin tehlikesi. Bu biraz çetinlikti. Elə ki çetinliğe düştüler. Elə ki dara düştüler. Allahu Teala diyor ki onlar ihlasla diyor Allahu Teala'ya ibadet ederler. Sonra Allahu Teala ayetin devamında diyor ki فَلَمَّا نَجَّاهُمْ. O zaman ki biz onları kurtardık. Nece kurtardık? Quruya çıkartarak onları xilas elədik. Yani denizin korkusu, denizin tehlikesi soğuştu. Denizden çıktılar quruya. اِذَا هُمْ يُشْرِكُونَ. Yine Allah-u Teala'ya şirk koşmaya devam ettiler. Ona göre bu insanların yani birinci sınıf insanlar Allah-u Teala'ya dua etmekte müşriklerdi. Bunlar dara düştükleri, sıkıntıya düştükleri anda Allahu Teala'ya ihlasla dua ederler. Ama onların duaları onlara hiçbir fayda vermez. Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur ki eğer diyor kimi duası kabul olarak kim ki duası kabul olarak sevinmek isteyirse duası kabul olarak sevinmek isteyirse yani şiddetli anında çetinlik anında dara düştüğü anda korkulu tehlikeli anda kim duası kabul olup sevinmek isteyirse o zaman diyor rahatçılığında diyor Allahu Teala'ya çoklu dua etsin. Yok ben durum rahatçılığımda ağlıma ne geldi edim. Hatta Allah'a şirk koşum. Sonra dara, çetinliğe, tehlikeye düşüm. Ki o dara, tehlikeye düştüğüm zaman Allah'a sırf olarak Allah'a ibadet edeyim, dua edim. Allah kabul etsin. Yok. Hayır, hiçbir faydası yoktu. Kim darda, çetinlikte, sıkıntıda, tehlikede, korkulu anda duasının kabul olmağını isteyirse o zaman rahatçılık anında gerek Allahu Teala'ya sırf ibadeti Allah'a sərf ederek tevhidle
Allah'a ibadet etməlidir. Ki dara düşdüyü zaman da Allah onu kurtarsın ve duasını kabul etsin. İkinci sınıf insanlar, kardeşler. Duada dedik, insanlar 3 sınıfa bölünür. Birinci sınıf müşrikler. İkinci sınıf Allahu Teala onlara naz nimetler vermiş. İstediği nimetleri onlara bəxş ve onlara verilen nimetlerin sayı hesabı yoktu. Ama onlar neynirlər? Bu onlara verilen nimetlerin müqabilində Allahu Teala'ya təkəbbürlülük eder ve Allah'a ibadet etmez, Allah'a boyun eğmez, ona ibadet etmez, ondan istemez ve Allah'ın kulu olmaz. Emirlerini yerine getirmez, qadağalarından çekinmez. Yani bir sözlə Allah'a ibadet etmekten boyun kaçırar, təkəbbürlülük eder. Bu insanların da duaları kabul olmaz. Çünkü Allahu Teala ne deyir onlar barəsində? Allahu Teala deyir: وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ. Rabbiniz dedi ki, mənə dua edin, mən sizin dualarınızı kabul edim. İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirin. Allahu Teala bu ayeti kerimede duanı ibadet adlandırdı. O kəslər ki, mənə ibadet etməyidir Allahu Teala, öz təkəbbürlüklərinə sığışdırmayanlar cehenneme zelil olarak dahil olacaklar diyor Allahu Teala. Allah korusun. Allah korusun. Üçüncü sınıf insan o insanlardı ki onlar Allahu Teala'nı tanıyan, Allahu Teala'ya müti olan, Allah'a boyun eğen, Allah'ın əzabından qorxan, rəhmətini ümidlənən, xeyir işlərə can atan, Allah'ı təkləyən, ibadətlərində yalnız və yalnız sırf Allah'ı tek tutarak xas ibadetleri Allah için eden, ibadetleri sırf Allah için eden, Peygamber sallallahu aleyhi ve selleme tabi olan, onun sünnesini yaşamak isteyen ve bacardıkça yaşayan mümin kullarıdır ki Allahu Teala öz kitabı keriminde onları vəsf ederek, onları sena ederek, onları öyerek belə buyurur. İnnehum kânû yusâri'ûne fil hayrat. Onlar, o müminler, hayır işlere can atar. Hayır işlerde birbiriyle yarışar, birbiriyle ötüşerler. Ve yed'ûnena ragaben ve rahabe. Onlar bize rağbetle, korkuyla ibadet ederler. Rahmetimizi ümid eder, azabımızdan korkarak bize ibadet ederler. Ve kânû lenâ khâşi'in. Onlar bizim müti, bize itaat eden, emirlerimizi yerine getiren, qadağalarımızdan çekinen kullardır. Allahu Ekber. Allahu Teala o müminleri vəsf ederek, o müminlere sena ederek bu muhteşem ayeti kerimesinde onları bize tanıdır. Tabii ki Allahu Teala o kullarının dualarını kabul edir. Ve bugün danışmak istediğimiz mevzu duaların kabul olması için maniyeler. Bazı insanlar deyir ki, kardeş, biz Allah'ı deyirsiniz ki Allah'a dua edin, Allah'a ibadet edin, Allah'tan isteyin. Ama biz dua ederik, dualarımız kabul olmur. Bəs bunun açması nedir? Bunun açması çok rahattır. Alimler bu barədə çok izahlar vermiş, şərhlər etmiş, dərslər keçmiş. Demek eğer her hansı bir mümin Allahu Teala'ya dua edip
duasının qəbul olmağını istəyirsə, gərək Allahu Teala'ya ixlasla dua etsin. İxlasla. Əgər bir insan ixlassız, riya ilə, göstəriş üçün və ya kimin üçünsə kiməsə eşitdirmək üçün hər hansı bir ibadəti, dua deyil, təkcə dua deyil, ibadətin hər hansı bir növünü riya ilə edərsə, təbii ki, o ibadət ondan qəbul olmaz. Buna ən əzəmətli bir misal çəkmək olar. Misal, Əbu Hureyra radiyallahu anhudan rəvayət olunan hədisdir ki, Müslim öz səhihində, İmam Müslim öz səhihində gətirmişdir. O dua ki, o hədis ki, cəhənnəmə ilk öncə daxil olan 3 sinif insan. Bu mötəbər hədisdir. Hər biriniz bu hədis barəsində, inanıram ki, hər birinizin bu hədis barəsində məlumatınız var. Bu 3 sinif insan kimlər idi? Birincisi mücahid, Allah yolunda cihad edən. İkincisi alim, Kur'an öyrənən veya Kur'an öyrədən. Üçüncüsü isə Allah yolunda malını xərcləyən, mühsin, ehsan sahibi, səxavətli, zəngin. Belə baxanda bu əməllər əzəmətli əməllərdir. Bu əməlləri edən insanın gərək ibadət əməlləri nə olsun? Qəbul olsun. Yaxşı, bu insanlar nə üçün ilk öncə cəhənnəmə daxil olanlardan oldu? Bu hədisi gətirəndə alimlər kitablarında bu hədisə ünvan qoyublar, qardaşlar. Bu hədisə ünvan, bir başlıq qoyublar. Hədisin başlığı belədir. Aqibətur riyai. Riyanın pis, çirkin, murdar aqibəti. Əməl əzəmətli, dəhşətli, böyük bir əməllərdir. Amma nihayəti insanı cəhənnəmə düşməsinə, cəhənnəmə sürükləyir. Cihad, Allah yolunda cihad edən mücahid. Niyə düşdü cəhənnəmə? Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Qiyamət günü Allah yolunda cihad edən mücahid insan Allahın huzuruna gətizdirilir. Allah-u Teala ona verdiği nimetləri xatırlayar, onun yadına salar. Deyər ki, ey qulum, mən sənə bu nimetləri vermişdim. Sən bu nimetlərin müqabilində neynədin? Deyər ki, ey Allahım, mən sənin yolunda elə bir döyüş olmadı ki, elə bir cihad yeri olmadı ki, cihad olmasın ki, mən orada iştirak edeyim, sənin yolunda vuruşmayayım. Allah-u Teala deyər, yalan deyirsən. Sən vuruşdun ki, sənə desinlər ki, necə qəhrəman insandı. Sən vuruşdun ki, deyilsin ki, necə mərd oğlandı. Sən vuruşdun ki, deyilsin ki, necə qəhrəmandı. O dünyada ikən sənə deyildi. Artıq o sən istədiyin sənə dünyada ikən deyildi. Mələklərə əmr eləyərdir Allah-u Teala, o qulu sürükləyib cəhənnəmə atarlar. İkinci sinif insan gətizdirirlər, alim insan. Allah-u Teala ona verdiyi neymətləri xatırlayar. Deyər ki, ey qulum, mən sənə bu neymətləri vermişdim. Sən mən verdiyim neymətlərin müqabilində mənə neynədin? Deyər ki, ey Allahım, mən sənin yolunda öyrəndim, öyrətdim, dərslər keçdim, sənin Qur'anın kitabını sənin rizan üçün oxudum. Allah-u Teala deyər, yalan deyirsən. Sən oxudun ki, desinlər ki, nə gözəl səsi var. Sən dedin ki, sən öyrəndin, desinlər ki, necə alim insandı, necə çox bilmiş insandı. Artıq dünyada ikən sənə bu deyildi. Və mələklərinə əmr eləyər, sürükləyin bunu cəhənnəmə və mələklər onu üzü üstə sürükləyib cəhənnəmə atırlar. Üçüncü sinif insan gətizdirirlər. O da kimdir? Səxavətli, zəngin insan.
Allahu Teala ona verdiği nimetleri hatırlayar. O da deyər ki, bəli ey Rəbbim. Hamısını etiraf edər. Bəli, bəli, o nimətləri mənə bəxş edibsən. Allahu Teala deyər, verdiyim nimətlərin müqabilində nə elədin? Deyər ki, ey Rəbbim, elə bir xeyriyyə işi olmadı ki, mən orada sənin yolunda malımı xərcləməyim. Allahu Teala deyir, yalan deyirsən. Sən xərclədin ki, desinlər ki, necə əli açıq insandır, necə səxavətli insandır, necə ürəyi açıq insandır, necə xərcləməyi sevən insandır. Dünyada ikən bunlar sənə deyildi. Və mələklərə əmr edər ki, sürükləyin bunu cəhənnəmə. Və mələklər onu sürükləyib cəhənnəmə atırlar. Nəyin misalı idi, qardaşlar? Riyanın. Demək, riya bir əmələ girərsə, bir əməl riya ilə olarsa, o əməl puç olar, batil olar və qəbul olmaz. Demək, duanın da, dua da etdiyimiz zaman qəbul olmasını istəyiriksə, o zaman ixlasla dua edəcəyik. Bu birinci. İkincisi, dua etdiyimiz zaman duanın qəbul olması üçün tələsməyəcəyik. Demək, duanın qəbul olması üçün tələsən insanların duaları qəbul olmaz. Bəzi insanlar deyir, ey Allah, mən dua edirəm, mənim duam niyə qəbul olmur? Bəziləri bezir, bəziləri əlini üzür, bəziləri duanı tərk edir. Xeyr, belə olmaz qardaşlar. Duamızın qəbul olmasını istəyiriksə, demək duanın ədəblərindəndir ki, dua qəbul olana qədər dua edəsən. Duanın qəbul olmağı ədəblərindəndir ki, duan qəbul olana qədər dua edəsən. Yəni, Allahu Teala istəyir ki, qulu özü ilə ünsiyyətdə olsun. Dua eləsin. Qulunun səsini eşitmək istəyir. Dua qulundan eşitmək istəyir. Qulun dərdini eşitmək istəyir Allahu Teala. Və qul bilməlidir ki, nə qədər Allahu Teala ilə dua eləyər, Allahdan istəyərsə, bir o qədər Allahu Teala'ya yaxın olar. Çünki dua elə bir əzəmətli ibadətdir və elə bir dəhşətli bir itaətdir, elə bir əzəmətli ibadətdir ki, onu edən insan Allahu Teala'ya yaxın olar və Allahın sevgisini qazanar. Əgər qul Allahın sevgisini qazanmaq istəyirsə, gərək onda uslanmadan, bezmədən Allahu Teala'ya dua etsin. Sonra qul bilməlidir ki, dua etdiyi zaman onun duası hədər getməz, boşa getməz. Bəzi insanlar dua eləyir, duası qəbul olmur. Bil və agah ol. Ola bilər ki, sən Allahu Teala'dan dünya ilə bağlı elə bir şey istəyirsən ki, sənin seçimin doğru seçim deyil. Allahu Teala sənin haqqında, sənin üçün seçdiyi, sənin seçdiyindən daha xeyirlidir. Çünki Allahu Teala bilir ki, qul nə istəyir? Və istədiyi qula xeyirlidirmi, şərdirmi? Əgər Allahu Teala o şeyin qula xeyirli olduğu bilərsə ki, istədiyi onun üçün xeyirlidir, təbii ki, ona verər. Amma ona şərdirsə, Allahu Teala verməz. Ona görə qul gərək dua eləsin. Dua eləsin. Allah'a daima dua edib ondan istəsin. Və həmçin ola bilər, dua ilə Allahu Teala qulunu imtihan eləyir. Baxır, yoxlayır, qulum mənə dua ilə səbir eləyirmi, eləmirmi? Razı düşürmü, düşmürmü? Şükür eləyirmi, eləmirmi? Demək, insan dua etdiyi zaman davamiyyətli dua eləməlidir. Bu da duanın ədəblərindəndir. Duanın qəbul olmağına maniyələrdən ikincisi nə idi? Dua etdiyi zaman tələsməsin. Duanın qəbul olması üçün tələsməsin. Deyə bilərsiniz, qardaşlar. Yaxşı, buna dəlil nədir? Ki, insan dua etdiyi zaman duasının qəbul olmağını istəyirsə, tələsməsin. Allah-u Teala buyurur, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, sizdən birinizin duası qəbul olar, nə qədər ki, duasında tələsmir. Və demir ki, mən Allah-u Teala'ya dua elədim, o isə mənim duamı qəbul eləmədi. Baxın. Yaxşı, niyə? Buradakı sir nədir? Niyə Allah-u Teala qulunun duasını qəbul eləyir, amma tələsmədikcə? Tələsərsə və deyərsə ki, mən Allah-u Teala'ya dua elədim, amma qəbul eləmədi. Bu nədir? Bu Allah-u Teala barəsində
pis zəndir qardaşlar. Allah barəsində, Allahu Teala barəsində pis zəndir ki, mən Allaha dua elədim, Allah mənim duamı qəbul eləmədi. Həşə lillah. Allahu Teala qulu əgər özünə əl açıb özündən istəyərsə, onun əllərini boş geri çevirməyə utanar. Belə Rəbbimiz varsa və sən o Allah barəsində necə pis zəndə ola bilərsən ki, mən Allaha dua elədim, Allah mənim duamı qəbul eləmədi. Duamızı qəbul olmağını istəyiriksə, o zaman duanın qəbul olması üçün tələsməyəcəyik. Üçüncü, duanın qəbul olması üçün maniyələrdən. Üçüncüsü odur ki, insan günah haram olan şeyi Allah'tan istemesin, haram olan şeyi istemesin veya duasında hər hansı bir qohumluq əlaqələrinin kəsilməsini istemesin. Dua edib ki, filan kəslə mən əlaqəmi kəsmək istəyirəm. Kim? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. Kulun deyir, Allah'a ettiği duası qəbul olar, nə qədər ki duasında haram istəməyib və qohumluq əlaqələrini kəsilməyini istəməyibsə. Əgər bir qul haram şey istəməzsə və qohumluq əlaqələrin kəsilməsini istəməzsə, onun duası deyir, qəbul olar. Yadımdan çıxdı o ikinci səbəbdə ki, dedik ki, ikinci maniyə nə idi? Dua etsin, duasının qəbul olması üçün tələsməsin. Demək, orada bir şey demək yadımdan çıxdı. Onu nə qədər də yadımda da onu demək istəyirəm. Demək, insan bilməlidir ki, qardaşlar, o nə qədər ki Allah-u Teala'ya dua edir, qul bilməlidir ki, nə qədər ki Allah-u Teala'ya dua edir, o qula üç şey verirlər. Ya onun istədiyi dua anında qəbul olar, ya onun istədiyi dua mislində ona gələcək bəla, müsibət ondan sovuşdurular, ya da ki Allahu Teala o qulun istədiyi o dua səbəbi, onu duasını ahirətə saxlayar, qiyamət günü o duasının əcrini, savabını, mükafatını ona verər. Ona görə ey dua edən insan, üzülmə, bezmə, bil və agah ol. Nə qədər Allah-u Teala'ya dua ilə yaxınlaşarsansa, bir o qədər Allahın sevimlisi olarsan və heç bir şey uduzmazsan. Əksinə, həm bu dünyada, həm ahirətdə qazanarsan. Demək, sonra dedik ki, üçüncü, dua edən insan ya Allah-u Teala'dan haram olan şey istəməsin, ya da ki, qohumluq əlaqələrin kəsilməsini istəməsin. Dördüncü, dua edən insanın çox vaxt duası nəyə görə qəbul olmur? Möhtərəm müsəlmanlar, ona görə ki, çünki dili ilə bir şeyi istəyir Allah-u Teala'dan, amma qəlbi həşdarxanda şabalıt qovurur. Və yaxud Səmərqəndə gedir qəlbi ilə, oradan şəkər vurub gəlir. Amma dili ilə dua istəyir. Bu nə deməkdir? Bu o deməkdir ki, kim duasının qəbul olmasını istəyirsə, dili etdiyi duadan qəlbinin xəbəri olmalıdır. İkisi cəm olmalıdır. Həm dillə istəməliyəm, həm qəlbimi oyatmalıyam. Qəlbim ayıq olmalıdır. Dilimlə istədiyim şeyi duymalıdır, hiss etməlidir, yaşamalıdır, bilməlidir, duymalıdır. O zaman dua qəbul olar. Niyə qəbul olmaz? İnsan qəlbi qafil olarsa, qəlbi Allaha yönəlməzsə, qəlbi diqqətsiz olarsa, o insanın duası qəbul olmaz. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Allaha qəlbi qafil olaraq, yəni Allaha yönəlmədən, diqqətsiz olaraq qəlbi, kim Allaha dua edərsə və dünya işləri ilə məşğul olaraq dua eləyərsə, Allah onun duasını qəbul eləməz. Duamızın qəbul olmağını istəyiriksə, dilimizlə istədiyimizi qəlbimizlə hiss etməliyik, duymalıyıq. İkisi cəm olmalıdır bir arada. Dil istəyər, qəlb də oyaq olarsa, o zaman o dua Allahın izni ilə qəbul olanlardan olar. Beşincisi, qardaşlar.
Beşincisi odur ki, kim duasının qəbul olmağını istəyirsə itaət artırmalıdır. İbadətlərini artırmalıdır. Demək, əgər biz ibadətimizi, itaətimizi, salih əməllərimizi artırmamız duanın səbəblərindəndirsə, bunun tərsi nədir? Günah etməyimiz, haramları etməyimiz, asiliklər etməyimiz duanın qəbul olması üçün maniyədir. Kim duasının qəbul olmağını istəyirsə haramları tərk etməlidir. Duasının qəbul olmağını istəyən insan haramlardan çəkinməlidir. Asiliklərdən uzaq olmalıdır. Balacasından böyüyündən, gözlə olandan, qulaqla olandan, ağızla olandan, əllə olandan, qəlblə olandan, ayaqla olandan, hər bir günahın, hər birisindən, bütün çirkin günahlardan, hansı ki Allah'ın qəzəbinə səbəb olacaq, balaca və böyük, bütün günahlardan uzaq olmalıdır ki, əgər duasının qəbul olmağını istəyirsə. Dəlil, Allah-u Teala buyurur. İnna Allah la yugayyiru ma bi qavmin hatta yugayyiru ma bi enfusihim. Allah-u Teala deyir, hər hansı bir qövmü dəyişməz, onun halını dəyişməz, yəni pislikdən yaxşılığa tərəf onu dəyişməz, onlar özlərini dəyişmədikcə, yəni pislikdəyəm, günahlar eləyirəm, haram eləyirəm, mən halım yaxşı olmağını istəyirəmsə, onda bu etdiyim haramlardan, günahlardan, asiliklərdən tövbə edib Allah'a qayıtmalıyam. O etdiyim asiliklərin yerinə Allah'ın sevib razı qalmış olduğu söz və əməlləri etməliyəm ki, hansı ki bu da tövbənin şərtlərindəndir. O zaman Allah-u Teala mənim dualarımı qəbul edəcəkdir. 6. Alimlər bu gətirəcəyim 6. maniyəni duanın qəbul olmaması üçün ən əzəmətli səbəblərdən, ən əzəmətli maniyələrdən sayırlar. Ən əzəmətli. Nədir bu? Haram yemək, haram geymək, haram içmək, haramla qidalanmaq, haramla bəslənmək. Bu, duanın qəbul olmaması üçün ən əzəmətli maniyələrdəndir, qardaşlar. Bəzi insanlar deyir, dua edirəm mən, gecə gündüz dua edirəm, səcdədə dua edirəm, ümrədə dua edirəm, həccə getdim, dua elədim, Ərəfətdə dua edim, hansı ki dua qəbul olan yerdə, ora rədd olunan yer deyil. Safa Mərva dağında, Ərəfədə dua elədim, amma duam qəbul deyil. İnsan gərək diqqət eləsin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, səfərə çıxan birisini misal gətirərək, deyir ki, uzun bir səfərə çıxır kişi, başı, paltarı, saçı, saqqalı, toz, torpaq içərisindədir. Əllərini səmaya qaldırır. Əllərini qaldırır. Və deyir ki, ya Rabbi, ya Rabbi. Belə baxırsan ki, kişinin duasının qəbul olması üçün bütün səbəblər hamısı cəm olunubdur. Hansı da o səbəblər? Səfərdə olmağı, üstü, başı, paltarı, saçı, saqqalı, toz torpağın içərisində olması, yəni ehtiyac sahibi olması, Allah'ın qarşısında zəlil olaraq dua etməsi, zəlil halda Allah'a dua etməsi, bu duanın qəbul olması üçün səbəblərdəndir. Bu səbəbi də var. Əllərini qaldırmaq duanın ədəblərindəndir ki, insan dua etmək istədiyi zaman əllərini səmaya qaldırır, göyə qaldırır. Bu da duanın qəbul olması üçün səbəblərdəndir. 4. səbəbi gətirir ki, Peyğəmbər sallallahu kişi dua edir, deyir ki, ya Rabbi, ya Rabbi, ya Rabbi. Biz keçdik ki, duanın qəbul olması üçün səbəblərdəndir ki, Allah-u Teala rübubiyyəti ilə, yəni Ər-Rab adı ilə dua etmək. Bütün bu səbəblər kişidə cəm olunub. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem o kişi haqqında nə deyir? فَأَنَّا يُسْتَجَابُ لِذَٰلِكِ Bu kişinin duası hardan qəbul olsun? Niyə? وَمَطْعَمُهُ حَرَامٌ وَمَلْبَسُهُ حَرَامٌ وَغُذِّيَ بِالْحَرَامِ فَأَنَّا يُسْتَجَابُ لِذَٰلِكِ Deyir, kişinin yediği haram,
giyindiği haram, beslendiği haram. Bəs necə bu adamın duası qəbul olsun? Demək, ağızdan içeri daxil olan hər hansı bir qurdum su, haram su veya hər hansı bir haram lokma və yaxud bədənə giyindiyi hər hansı bir haramdan əldə edilən paltar, haramla bəslənməsi, haramla qidalanması gecə gündüz. Dualar kabul olan vaxtlar, dualar kabul olan yerlərdə nə qədər dua eləsə o adamın duası kabul olmaz. Bunu bizə Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir. Çünkü haramla bəslənir, haram yiyir, haram içir, haramla qidalanır. Necə bu adamın duası kabul olsun deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Allahu Akbar. Və 7. duanın kabul olması üçün maniyələrin əzəmətlilərindən də biri odur ki, yaxşılıqları əmr edib, pisliklərdən çəkindirmək tərk olunarsa. Biz bilirik ki, qardaşlar, cənazə namazı hökmü nədir? Fardu kifayədir. Yəni nə deməkdir? Bu kəndimizdə əgər hər hansı bir müsəlman dünyasını dəyişər və ona heç kəs cənazə namazını qılmazsa, bütün kənd günah daşıyır. Fərdu kifayə budur. Əgər o insana heç kim cənazə namazını qılmazsa, bütün kənd günah daşıyır. Amma o kənddən bir dəstə, bir toplum o insan üçün cənazə namazını qılarsa, yerdə qalan kəndin əhalisinin üzərindən günah götürürlər. Niyə? Çünki bəlli bir dəstə, bəlli bir insan ona cənazə namazını qıldı. Allahın dəvəti də belədir. Yaxşılıqları əmr eləyib, pisliklərdən çəkindirmək də belədir. Əgər hər hansı bir toplum, dəstə, yaxşılıqları əmr eləyib, pisliklərdən çəkindirərsə, yerdə qalan insanların üzərindən o məsuliyyət götürürlər. Amma o toplumda ki, Allahın əmirlərini yerinə yetirib, əmirlərini çatdırıb, əmirlərinə çağırıb, qadağalarından çəkindirən hər hansı bir insan, hər hansı bir dəvətçi, hər hansı bir müəllim yoxdursa, o zaman o toplum hər biri günah daşıyır. Və günah daşımaqla da qalmır, o toplumun üzərinə Allahu Teala, yəni dəvət əmirlər, Allahın əmirlərini yerinə yetirib, qadağalarından çəkindirməyən toplumun üzərinə başqa bir bəla nədir? Günahı düşməklə bərabər başqa bir bəla odur ki, Allahu Teala onlara elə bir bəla nazil edər ki, onlar sonra dua etmək istəsələr, duaları qəbul olmaz. Bu vaxtda Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. Sizlər ya Allahu Teala'ya əmirlərini çağırıb, əmirlərinə dəvət edib, pisliklərindən çəkindirəcəksiniz, ya da ki Allahu Teala öz endindən sizə elə bir bəla nazil edər ki, sonra siz Allahu Teala'ya dua etmək istəsəniz, Allah sizin dualarınızı qəbul etməz. Allahu Akbar. Ona görə demək, yaxşılıqlar əmr eləyib, pisliklərdən çəkindirmək, duanı, yaxşılıqları əmr etməyib, pisliklərdən çəkindirməmək, demək, duanın qəbul olmaması üçün maniyələrdəndir. Bəli, qardaşlar, ümumiyyətlə duanın qəbul olması üçün çoxlu ədəblər var. Dərsimiz inşallah burada dayandıraq. Allahu Teala'dan istəyirəm, Allahu Teala bizi eşidib faydalanan qullarından etsin. Vallahu Teala a'la və a'lem və sallallahu ala nebiyyina və səlləm. Subhanakallahumma və bihamdik. Nəşhədu ən la ilahe illa əntə nəstəğfiruka və nətubu ileyk.